Gəlin 66-cı sualın izahına baxaq. Burada verib ki 0,4 bölünsün x bərabər y bölünsün 0,2 belə bir tənasüb verilib. Olarsa 5 üstəgəl y-da 2 vurulsun 5 y üstəgəl x-da 1 ifadəsinin qiymətini hesablayın. Yəni ilk öncə verilən tənasübü həll edək. Tənasübü həll etmək üçün nə etmək lazımdır? Çarpaz şəkildə vururam. Yəni bu şəkildə kənar hədləri orta hədlərə vururam. Yəni olacaq 0,4 vurulsun 0,2 bərabərdir x vurulsun y şəklində. 0,4'ü 0,2'ye vuranda alırıq 0,8. Yəni x, y hasili 0,8'e bərabər. Keçirik digər ifadəmizə. Bu ifadə nədir? 2 dənə çox hədlinin hasilidir. Necə həll edirik? 5x'i ilk öncə 5y-a vururam, sonra 5x'i x-da 1'ə vururam. Daha sonra y-da 2'ni 5y-a vururam və y-da 2'ni x-da 1'ə vururuq. Buradan alıram ki, bərabər 5x'i 5y-a vuranda alıram 25xy hasili. 5x x-da 1'ə vuranda hər ikisi müsbət olduğuna görə toplama yazıram. Olur 5x vurulsun x-da 1. Hər iki bu şəkildə yazıram. Üstə gəlsin y-da 2'ni vururam 5y-a. Üstə gəlsin y-da 2'ni vururam x-da 1'ə bərabərdir. 25xy olduğu kimi yerində qalır. Burada x-in biri surətdədir, biri məxrəcdədir. İxtisar gedir. Eyni qaydada y-in biri məxrəc, biri surət, ixtisar gedir. Yerdə qalanları yazıram. 5'i 1'ə vuranda 5. Üstə gəlsin burada alınır 2 vur 5 10. Üstə gəlsin burada isə alınır x, y hasilində 2 bərabərdir. X, y hasilini biz nə almışdıq? 0,8 almışdıq. Yəni 25 vurulsun 0,8. Üstə gəlsin 5 ilə 10'un cəmi 11. Üstə gəlsin 2 bölünsün 0,8 bərabərdir. 25'i 0,8'e vuranda 2 alırıq. 2 üstə gəlsin 15 bərabər. 2'ni bölürəm 8'e. 2'ni də 8'e bölürəm. 2'ni 0,8'e bölündə alırıq 25 bərabərdir. 25'in üstünə gəlirəm 15 eləyir 40. 40'ın üstünə gələndə olur 42. 42 doğru cavab A variantı.